Deməli inşallah birinci müalicət bölümü mütləq şalangdan çıxardacaq müalicət bölümü bağlayırsınız ki, hava donmasın. Sistemi bu formada saxlayıb, asmamışdan əvvəl asacağı taxmaq olmaz. Burasını spirtli, çünki açan zaman indi qayçınla açdınız, bıçaqla açdınız, burada mikrop qopa bilər. Spirtli dezinfeksiya edirsiniz, sonra bu formada qapağı açıq şəkildə daxil edirsiniz. Daxil elədikdən sonra bu formada saxlayıb 3 dəfə dərin-dərinli doldurursunuz. Hazır. Doldurduqdan sonra iğnəni çıxardıb taxırsınız bunun yanına. Taxdıqdan sonra yavaşca bunu açırsınız. Hazır. Hava bu formada çıxır. Biraz yaxına gətirib kamerada görsünlər. Baxın görürsünüz, özü-özünə dayanır. Sonra isə bağlayırsınız. Bağladıqdan sonra, əlbəttə indi biz bunu atacağıq, biz sizə göstərmək üçün bunu göstəririk. Pratika xəstəxanada olur. Sadəcə bu iğnə hissəsini atırsınız, buranı götürüb çıxardıb atırsınız. Bunu da indi hər hansı bir iğnə istəyirsinizsə taxa bilərsiniz, 5 qramlıq iğnə olsun, olsa bundan damana düşən zaman partlayır. Və ya da ki, kəpənək qoşub vurursunuz xəstəyə. Baxın, nə hava qalıb içərisində, nə də heç nə. Bu formada eləyə bilirsiniz. Aydındır? Siz də ayrıca 35 manat verməklə tibb əsasası təzyiq ediyorum. 3 il birlikdə bizim kursumuzda öyrənə bilərsiniz. Həm pratik, həm nəzəri dərslərinizdə yararlana bilərsiniz. Sağ olun.